وأنزل الله عليك الكتاب والحكمة وعلمك ما لم تكن تعلم وكان فضل الله عليك عظيما. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Sahih et-Tergib ve Terhib kitabından müellif fesl açır. Et-Tergibu fi mucalesetil ulema. Alimlerle yoldaşlık etmek, alimlerle beraber oturmaya heveslendirmek ve bu feslin altında Muhammed Nasreddin Albani diyor ki bizim kitapta şartimize uygun hadis olmadığı için hadis zikirlenmir. Yani zayıf hadislerdi. Sahih hadisler olmadığı için zikirlerin nöbeti fesli qeydidir. Et-tergibu fi ikramil ulemai ve iclalihim ve tevqirihim. Alimlere ikram, hürmet etmek, onları ucaltmak, onlara değer vermeye rağbetlendirmek. Ve terhibu min idaatihim ve ademil mübalat bihim. Ve alimlere hürmet koymamak, onların hakkını zayi etmekten çekindirmek, korkutmak. Cabir radıyallahu anhu deyir ki ennen nebiyye sallallahu aleyhi ve sellem kâne yecme'u beyner raculeyni min qatle Uhudin yani fil kabr. Ya Allah elçisi sallallahu aleyhi ve sellem Uhud dövüşünde öldürülenlerden yani qəbirə bastırarken iki kişini bir qəbirə bastırardı. Ve derdi ki eyyuhuma ekseru ahzen lil Kur'an. Bu ikisinden hansı daha çok Kur'an'ı ezber bilir. Feyde uşira ila ahadihima qaddemehu fil lahdi. Ve o ikisinden birine işaret edildiyse eğer lahde yani kabirde yerleştirirken Kur'an'ı çok bileni onu öne çekerdi. Yani Allah elçisi sallallahu aleyhi ve sellem Kur'an'ı çok bilen, Kur'an'ı daha çok ezber bilene hatta öldükten sonra bile değer verirdi ve onu kabirde birinci koyardı. Ebu Musa radıyallahu anhu deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. İnne min iclalillahi ikrame zişşibetil muslim. Hakikaten Allah'ı ucaltmaktandır. Allah'ı tazim etmektendir. Yaşlı Müslümana ikram etmek. Yaşlı Müslümana, saçı sakalı ağaran Müslümana ikram, hürmet etmek. Ve hamilil Kur'an. Ve bir de Kur'an daşıyana. Yani Kur'an daşıyana hürmet, ikram elemek. Gayril gali fihi velel cafi anhu. Yani Kur'an'da haddi aşmayan ve bir de cefa etmeyen. Ve ikrami zis sultanil muqsit ve bir de adaletli başçıya hürmet etmek. Ve burada hamil Kur'an yani Allah elçisi sallallahu aleyhi ve sellem buyurur ki Kur'an taşıyan yani Kur'an'ı hifzeden, Kur'an'ı ezberleyene ikram etmek. Ve onu hamil yani taşıyan adlandırdı. Çünkü Kur'an ezberleyen insan sanki meşakkatli işler, ağır işler taşıyır. Ağır yük taşıyır. Yani onu ezberleyeni, hifzedeni ve hemçinin Kur'an'ı tefsir eden, Kur'an'ın manalarını bilen. Ve burada gelir ki gayril gali yani haddi aşmayan. Gulub sözündendi. Bu da yani haddi aşmak, şiddetlilik etmek, yani emel etmekte
şəriətin buyurduğu həddi keçməmək. İstər qiraət olsun, istərsə də əməl etməkdə. Və həmçinin cəfi, yəni Qur'ana tabi olmayan, Qur'anı tilavətdən, oxumaqdan üz döndərən, əhkamlarına əməl etməkdən üz döndərən, mənasını başa düşməkdən və Qur'anda olanlara əməl etməkdən üz döndərən. Necə ki, nəsranilər kimi. Və bir də üçüncü gəlir ki, burada ədalətli başçıya ikram, hörmət etmək. Adil başçıya. Yəni bunlar əgər insanda varsa, Allah'a ucaltmaq, Allah'a təzim etmək o insanda vardır. Növbəti hədisdə Abdullah ibn Məsud, Abdullah ibn Abbas deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Əl-bərəkətu ma'a əkəbirikum. Bərəkət böyüklərinizlə bərabərdir. Yəni sizdə xeyir, bərəkət, yəni bərəkət bir şeyin sabit, davamlı və çox olmasıdır. Bərəkət də xeyirliyin həm sabit, həmçində çox bol olmasıdır. Və Allah elçisi sallallahu aleyhi ve sellem burada buyurur ki, yəni böyüklərinizlə bərabərdir. Yəni böyüklərə ehtiram, hörmət etmək, onlara dəyər verməyi bildirir. Abdullah ibn Amr radiyallahu anhümə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Leysə minnə mən ləm yərham səğirənə və ya'rif haqqa kəbirinə. Bizdən deyildir o kəs ki, bizim balacamıza rəhm etməyə və böyüyümüzün də haqqını bilməyə. Balacaya, özündən yaşda balacaya rəhm eləməyən və yaşda böyük insana dəyər verməyən bizdən deyildir. Ubət ibn Samit deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Leysə min ümməti mən ləm yücillə kəbirənə. Mənim ümmətimdən deyil o kəs ki, bizim böyüyümüzə dəyər verməyə, hörmət qoymaya və yərhəm səğirənə və balacamıza rəhm etməyə və ya'rif li aliminə və alimimizin də tanımayan, alimi tanımayan, alimə hörmət qoymayan, ona dəyər verməyən bizdən deyildir. Böyüyə dəyər verməyən, balacaya rəhm etməyən və bir də alimin dəyərini bilməyən bizdən deyildir. Vasilə İbn-i Əsqa deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Leysə minnə mən ləm yərham səğirənə və yücillə kəbirənə. Balacamıza rəhm etməyən və böyüyümüzə dəyər verməyən, hörmət qoymayan bizdən deyildir. Amr ibn Şuayb atasından, o da babasından rəvayət edir. Deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Leysə minnə mən ləm yərham səğirənə və ya'rif şərəfə kəbirinə. Balacamıza rəhm etməyən və böyüyümüzün şərəfini, hörmətini bilməyən bizdən deyildir. Başqa rəvayətdə isə buyurur ki, və ya'rif haqqa kəbirinə. Böyüyümüzün haqqını bilməyən bizdən deyildir. Abdullah ibn Busur radiyallahu anhu deyir ki, mən uzun müddətdən bəri bir hədis eşitmişəm. Abdullah ibn Busur səhabədir, balaca olur, yaşı az olur. Peyğəmbər sallallahu aleyhi ve selləmi gördüyü vaxt təqribən 6 yaşı olur. Və deyir ki, mən bir hədis eşitmişəm uzun müddətdən bəri. Və sonra onu danışır. Və deyir ki, İdə kuntə fi qavmin 20 rəculən əv əqallə əv əksərə. Əgər bir cəmaatın, bir qövmün içində olsan, istər 20 kişi olsun, istər az, istərsə də çox. Fətəsəffəhtə vücuhəhum və onlarla üzləşsən, qarşı-qarşıya gəlsən. Fələm tərə fihim rəculən yuhabu filləhi əzzə və cəllə. Və onların içərisində Allah üçün heybət olunan, hörmət olunan bir kişi görməsən, fə'ləm ennəl əmrə qad raqqa. Və bil ki, artıq iş nazilib. Yəni, din
nazikleşmiştir. Ve Abdullah bin Busur deyir ki, yani görsən bir cemaat 20 nəfər, istər az, istər çox bunlardan və üz-üzə gəlsən onlarla və görsən ki, yəni Allah üçün hörmət qoymurlar nə böyüyə və yaxud da alimə, elm daşıyana, onlar içərisində hörmət yoxdursa, bil ki, iş nazilib, yəni din zəifləmişdir. Yəni ümumi insanlarda din zəifləmişdir. Yəni alimə hörmət qoymamaq və həmçinin yaşda böyük müsəlmana hörmət qoymamaq, Allah üçün heybət, dəyər verməmək ümumi dinin zəifləməsinin əlamətidir. Hansı ki, bu da təhlükəli hallardandır. Ümumi din zəifləyibsə, ümmət üçün təhlükədir. Ümmətin izzəti, hörməti ümumi dinin güclənməsi ilədir. Ümumi insanlarda din güclənirsə, yəni Allah və Rasuluna itaət yaxşı olursa, Allah elçisi sallallahu aleyhi və səlləmin hədislərinə dəyər verilirsə, ümumi şəkildə onda ümmət üçün izzət, şərəf olur. Və sonra müəllif növbəti fəsil açır və deyir ki, Ət-tərhibu min təallumil ilmi li qeyri vəçilləh. İlmi Allahın üzündən başqa bir şey üçün, yəni Allah üçün yox, Allahın üzünü istəyərək, Allahın üzünü görmək istəyərək yox, başqa bir şey üçün, yəni dünya mənfəəti üçün öyrənməkdən çəkindirmək, qorxutmaq. Əbu Hureyra deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Mən təalləmə ilmən mimmə yubtəğa bihi vəchullahi teala. Allahın üzü istənilən bir elmi, yəni Allah üçün öyrəniləcək. O elm ki, o elmi öyrənməklə insan Allahın üzünü görə bilər. Allahın üzünə tamaşa edə bilər. Allahın razılığını əldə edə bilər. Və bu elmi hər kim öyrənərsə, lə yətəalləmuhu illə liyusibə bihi aradan minəd-dünya. Yəni, öyrənir ki, dünyavi mənfəət əldə etmək üçün ləm yəcid arfəl cənnəti yevməl qiyamə. Yəni, qiyamət günü cənnətin iyini belə almaz. Yəni, kim Allah üçün öyrəniləcək bir elmi, ahirəti qazanmaq üçün olan bir elmi, dünya mənfəəti üçün, dünyada vəzifə əldə etmək və yaxud da mal, mülk sahibi olmaq üçün, insanların malını ələ keçirmək və yaxud da hörmətlənmək üçün, insanlar yanında hörmətli olsun deyə və ya buna vəzifə versinlər deyə və yaxud da məclislərdə yer tutsun deyə və yaxud da indiki dövrdə izləyicilərin sayı çox olsun deyə kim ahirət üçün, ahirəti qazanmaq üçün olan elmi, Qur'an və hədisləri, şəriəti öyrənərsə, bundan ötürü dünya üçün qiyamət günü cənnətin iyini belə almaz. Və həmçinin növbəti hədisdə Əbu Hureyranın hədisi, hansı ki məşhur hədistir və onun bir hissəsini müəllif zikr edir və buyurur ki, Rəculun təalləməl ilmə və alləməhu. Və o kişidir ki, hansı ki uzun hədistir, 3 nəfərin hədisi, cəhənnəm birinci bu 3 nəfərlə alovlandırılacaq. Cəhənnəm 3 nəfərlə alovlandırılacaq. Və şair də deyir ki, və alimun bi ilmihi ləm ya'mələm muazzəbun min qabli ubbədil vətən. Elminə əməl etməyən alim, bilən, bütpərəstlərdən öncə əzab veriləcək. Və bu hədisdə də, Əbu Hureyra hədisində o 3 nəfərdən də birisi o kəsdir ki, o kişidir ki, elm öyrənib və onu öyrətmişdir. Və qara'l Qur'an və Qur'an oxumuşdur, Qur'an əzbərləmişdir. Fə utiyə bihi fəarrafəhu ni'aməhu fəarafəhə. Və o kişi gətirilir, Allah Teala neymətlərini ona ərz edir və o da təsdiq edir. Və deyir ki, fəmə amiltə fiyhə, bu neymətlər qarşılığında sən nə etdin? Və o da deyir ki, təalləmtul ilmə və alləmtuhu, mən elm öyrəndim və onu öyrətdim.
Ve qara'tu fikel Kur'an ve senin için Kur'an okudum. Kur'an ezberledim. Allah Teala buyuracak ki yalan deyirsən. Velakinneke teallemte liyuqale alimun. Lakin sen ilim öğrendin ki desinler ki alimdir. Ve qara'tel Kur'an liyuqale huve qari'un. Kur'an okudun, Kur'an ezberledin ki desinler ki qaridir, Kur'an okuyandır. Artık değildi. Yani dünyada iken məqsədin, qayen, niyetin neydi bu ilim öğrenmekte, Kur'an okumakta? Ve o məqsədinə çatdın, o niyetine çatdın. Yani dünyadayken sana değildi. İstediğin verildi. Değildi ki bu insan alimdi, değildi ki bu Kur'an okuyandı, Kur'an ezberleyendi. Hansı ki niyet dili oydu. Dünyada istediği verildi, kıyamet günü geldikte ise Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki ثُمَّ اُمِرَ bihi, sonra emrolunur ve o yüzü üste cehenneme atılır. Allah korusun. Ka'b ibn Malik diyor ki eşittiğim Allah elçisi sallallahu aleyhi ve sellem böyle buyurur. Men talabel ilme liyucariye bihil ulema. Her kim ilim öğrenerse alimler yanında övünme için اَوْ لِيُمَارِيَ بِهِ السُّفَهَا veyahut da o ilimle sefihlerle mübahise etme için, yani ağılda zayıf olan insanlarla sefihlerle mübahise etmek için öğrenirse وَيَصْرِفَ bihi vucuhen nas ileyhi, ve insanların yüzünü o ilim sebebiyle özüne taraf çevirmek için öğrenirse Allah onu cehenneme dahil eder. Yani bu insanın ilim öğrenmekte məqsədi Allah'ın razılığı değildir. İlim öğrenmekte esas məqsəd olmalı ki Allah'ın dinidir öğrenim, cahil kalmayayım. Allah'ın dininden bir haber olmayayım, öğrenim ve ondan sonra başkalarını öğredim. Allah'ın razılığını elde etmek için, Allah Teala'nın sevgisini kazanmak için. Ve bu insanlar ise Peygamber sallallahu aleyhi ve sellem buyuruyor, kim öğrenerse alimler yanında övünmek için, yani özünde de neyse bir ilim, malumat olduğunu bildirmek için, görsünler ki bu da neyse bir şey bilir. Veyahut da sefihlerle mübahise etmek için, ağılda naqis insanlarla. Böyle insan var ki neyse ezberleyir, kimlerse mübahise etmek için. Mecliste mübahise düşende diskussiya zamanı danışmak için. Veyahut da insanların yüzünü özüne tərəf çevirmek için ki insanlar buna tərəf çevrilsinler, buna baksınlar, bunu dinlesinler ve buna hürmet koysunlar diye Allah Teala o insanı cehenneme dahil eder. Cabir İbni Abdullah diyor ki Allah elçisi sallallahu aleyhi ve sellem bile buyurmuştur. La ta'allamul ilme litubahu bihil ulema ve la tumaru bihi sufaha. İlmi öğrenmeyin. O ilimle alimler yanında övünme için veya ilimle sefihlerle mübahise etme için ve la tehayyaru bihil mecalis, o ilimle meclislerde yer seçme için öğrenmeyin. Yani meclislerde en yaxşı yerde oturmak için öğrenmeyin. Ki insan ilmi olduğu için ona hürmet olarak meclisin en yaxşı yerinde oturdursunlar. Ya bundan ötürü ilim öğrenmeyin. فَمَنْ فَعَلَ ذَٰلِكَ فَالنَّارُ النَّارُ. Ve kim de bunu ederse ona od vardır. Ona od vardır. Cehennem vardır. Yani Allah Teala'nın razılığını alınacak, razılığını kazanılacak bir ilmi dünya menfaati için hürmet kazanmak, sefihlerle mübahisə etmek veyahut da meclislerde yaxşı yerde oturmak için öğrenirse insana cehennem odu vardır. Abdullah İbni Ömer radıyallahu anh'a deyir ki Allah elçisi sallallahu aleyhi ve sellem ile buyurmuştur. Men talabel ilme litubahiye bihil ulema ve yumariye bihi sufa. Kim ilim öğrenirse alimler yanında övünmek için veya sefihlerle mübahise etmek için veya insanların yüzünü özüne tərəf çevirmek için öğrenirse o cehennemdedir. Ebu Hureyre diyor ki Allah elçisi sallallahu aleyhi ve sellem bile buyurmuştur. Men teallemel ilme
ليباهي به العلماء ويماري به السفهاء ويصرف به وجوه الناس أدخله الله جهنم. Kim alimler yanında övünmek için ve sefihlerle mübahisə etmek için veya insanların üzünü özüne tərəf çevirmek için ilim öğrenirse Allah onu cehenneme daxil eder. Abdullah ibn Mesud radıyallahu anhu deyir ki: "Keyfe bikum izâ lebisetkum fitnetun." Sizin halınız necə olacaq? Vəziyyətiniz necə olacaq? Fitnə sizi bürüdüyü zaman. Yarbu fiha sagir. Ve bu fitnede balaca o fitne ile büyüyecek. O fitne içerisinde büyüyecek balaca, yaşı az. Ve yehramu fiha'l kebir. Ve büyük insan, yaşlı insan o fitne içinde yaşlanacak, kocalacak. Ve tuttehadu sünneten ve o sünne kimi kabul edilecek. Fe in guyyirat yevmen qile hâzâ munkerun. Eğer ne vaksa bir gün bu değiştirilerse deyilecek ki bu münkerdir. Yani olunan emel, o fitne, o bid'at, dinde olmayan bir şey, insanlar elədiysə, adete çevrildiysə ve insanlar tarafından din kimi qəbul olundusa, balacalar o fitne içerisinde büyüyecek. Ve onu din hesap edecekler. Sünne hesap edecekler. Eğer ne vaksa bir gün değişilerse, kimse Kur'an ve hadislere esasen onun fitne olduğunu, dinden olmayan bir şey olduğunu beyan ederse, insanlar cahilliğin hüküm sürdüğüne göre diyecekler ki bu iş münker iştir. Yani bu insanın elediği şey münkerdir. Hansı ki o hakkı söylüyor, lakin insanlar tarafından bu cür qəbul olunur. Ve ona dediler ki, Abdullah bin Mesud dediler ki, bu ne vaxt olacaktır? Abdullah bin Mesud dedi ki, İze qallet umenaukum. İtibarlı insanlarınız, emin, itibarlı, güvenilen insanlarınız azalanda. Ve kethurat umaraukum. Emirleriniz çoxalanda. Emirler çoxalır. Her bir emirdir, her bir başçıdır. Ve qallet fuqahahum. Fəqihləriniz, yani bildiklerine emel edenleriniz az olanda. Çünkü insan ne var? Fəqih adlanır. Bildiğine emel ettiyse insan fəqihdir. Yok eğer sadece ezberleyipse, ister dünyanın en büyük fiqh kitabını ezberlesin. Eğer emel etmirse insan fəqih adlanmır. Ve Abdullah bin Mesud da deyir ki, yani bu fitne zamanı ne vaxt olacak? O zaman ki fəqihləriniz az olacak. Ve kethurat qurraukum. Qariləriniz, yani Kur'an ezberleyenleriniz çoxalacak. Ve tufukkihe li gayri din. Ve ilim öğrenilecek din için yok. Dinden başka bir şey için ilim öğrenilecek. Vel tumiseti dunya bi amelil ahira. Dünya ahiret emeliyle aktarılacak. Yani ahiret emeliyle, ibadet olan bir emelle dünya elde olunacak. İnsanlar dünyanı elde etmek için ahiret emellerinden istifade edecekler. Halbuki bu ahiret emelidir. Ahireti kazanmak içindir, ibadettir. Lakin insanların niyeti, halı değiştiği için ahireti kazanmak, Allah'ın razılığını elde etmek için olan emeli dünyanı elde etmek için edirlər. Zahiri görünüş odur ki ahiret emelidir, ibadettir. Lakin dahil niyet zay olduğu için bu cür münker işler baş verir. Ve Allah Teala'dan isteyelim ki Allah Teala bizi eşitip yaxşısına tabi olanlardan etsin. Ve Allah Teala bizi bildiğine emel edenlerden etsin. Allah size de bereket versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve atubu ileyk.